Salam, hörmətli izləyicilər. Siz AZI Xəbərin həftəlik xəbər buraxılışına baxırsınız. Bu həftə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri kibertəhlükəsizlik, süni intellekt, oyun texnologiyaları və robotexnika sahələrində mühüm nailiyyətlər əldə ediblər. Universitetdə beynəlxalq əməkdaşlıq və elmi irsin qorunması istiqamətində də bir sıra tədbirlər həyata keçirilib. Əsas xəbərləri diqqətinizə çatdırırıq. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin kibertəhlükəsizlik layihəsi birinci yerə layiq görülüb. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 7-ci kohortu üzrə 55 nəfər təhsilini uğurla başa vurub. Məzunlardan 21-i Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsidir. Hücum təhlükəsizliyi Red Team istiqamətində universitetin tələbəsi Samir Abdullayev 95 bal toplayaraq kohortun ən yüksək göstəricisini göstərib. 9 komandanın iştirak etdiyi layihə müsabiqəsində isə universitetin tələbələri Cavidan Aşurlu, Nərgiz Heydərli və Məhəmmədəli Hüseynzadənin hazırladığı layihə birinci yerə layiq görülüb. Layihə artıq Clomni və Devlink şirkətləri tərəfindən sınaqdan keçirilərək istifadəyə verilib. Xarici ölkədə bir aylıq peşəkar təcrübə keçmə hüququ qazanan 5 məzun arasında universitetin sabah qruplarının tələbələri Nərgiz Cəfərli və Aysu Vəliyeva da yer alıblar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Gamescom 2026 sərgisində iştirak eləyəcək. Universitetin tələbələrindən ibarət Blood Boost komandası Xsolla şirkəti və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə həyata keçirdiyi oyun inkubasiyası proqramının qalibləri sırasına daxil olub. 3 ay davam edən proqramın yekununda uğurlu komandalar arasında seçilən Blood Boost 23-29 avqust tarixlərində Almaniyanın Köln şəhərində keçiriləcək Gamescom 2026 beynəlxalq oyun sərgisində iştirak eləmə hüququ qazanıb. Komandanın tərkibində universitetin tələbələri Tural Piriyev, Qasid Nərimanlı və İbrahim Qurbanov yer alıblar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 26 tələbəsi IT Skill Sprint proqramından məzun olub. Universitetin 26 tələbəsi beynəlxalq səviyyəli IT Skill Sprint təhsil proqramını uğurla başa vuraraq Iron Hack sertifikatı əldə edib. 6 aylıq proqram çərçivəsində tələbələr data analitikası, kibertəhlükəsizlik, web proqramlaşdırma, DevOps və süni intellekt istiqamətləri üzrə intensiv hazırlıq keçib, real layihələr və hakatonlar üzərində çalışıblar. Universitetin 3 tələbəsi hakatonda birinci yer tutan komandanın tərkibində yer alıb. Universitetin daha bir tələbəsi isə web proqramlaşdırma və süni intellekt istiqamətində ən yüksək nəticəni göstərərək xüsusi mükafata layiq görülüb. Proqramın ilk mərhələsində ölkənin 9 ali təhsil müəssisəsindən ümumilikdə 120 tələbə məzun olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrindən ibarət komanda World Robot Caspian Cup 2026 beynəlxalq robotexnika yarışında uğur qazanıb. Ruslan Qafarlı, Vüqar Mürşidli və Əli Əsədovdan ibarət komanda Bots Combat 30 kq kateqoriyasında ikinci yerə layiq görülüb. Yarış zamanı tələbələrin hazırladığı döyüş robotunun mexaniki konstruksiyası, elektron idarəetmə sistemi, proqram təminatı və taktiki imkanları xüsusi arenada sınaqdan keçirilib. Özbəkistanın Beynəlxalq Türk Dövlətləri Universitetinin nümayəndələri nəzərdə tutulan ikili diplom layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə səfər eləyiblər. Görüşdə universiteti beynəlxalq əlaqələr üzrə prorektor Nigar Adilova, əcnəbi tələbələrlə iş şöbəsinin müdürü Səbinə Əliyeva və İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdürü Xülya Sabirli təmsil edib. Qonaq universitetdən isə qəbul şöbəsinin müdürü Barno Muratova və menecer Şahzoda Nazarova iştirak ediblər. Nümayəndə heyəti universitetin kimya laboratoriyaları, Azərbaycan-Fransız Universitetinin müasir laboratoriyaları, Tarix muzeyi və Mineralogiya muzeyi ilə tanış olub. Görüşlərdə ikili diplom proqramının gələcək fəaliyyət istiqamətləri və layihənin kommunikasiya məsələləri müzakirə edilib. 600-dən yuxarı bal toplayan abituriyentlər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə tanış olublar. Universitetdə qəbul imtahanında 600-dən yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib. Rektor, dosent Rüfət Əzizov abituriyentləri yüksək nəticələri münasibəti ilə təbrik edib. Görüşdə universitetin ixtisasları, təhsil imkanları, maddi-texniki bazası və tələbələr üçün yaradılan şərait barədə məlumat verilib. Abituriyentlər daha sonra universitetin laboratoriyaları, muzeyləri, kompüter otaqları və kitabxanası ilə tanış olublar.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov Azərbaycan Milli Mətbuatının 151-ci il dönümü münasibəti ilə bir qrup media nümayəndələri ilə görüş keçirib. Rektor jurnalistlərə universitetdə həyata keçirilən islahatlar, tədrisin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal təhsil, elmi tədqiqat fəaliyyətinin genişləndirilməsi, beynəlxalq reytinqlər və akademik əməkdaşlıq istiqamətində görülən işlər barədə məlumat verib. Görüşün sonunda media nümayəndələrinin sualları cavablandırılıb və onların təhsil, elm və cəmiyyətin inkişafına verdikləri töhfə yüksək qiymətləndirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elmi irsinə həsr olunan dəyirmi masa keçirilib. Universitetin Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə elmi irsin salnaməsi və universitetimizin elmi simaları adlı dəyirmi masa baş tutub. Tədbirdə bildirilib ki, 2020-2026-cı illərdə universitetin 11 aliminə həsr olunmuş biblioqrafik göstəricilər hazırlanaraq nəşr edilib. Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova nəşrlərin, alimlərin elmi və pedaqoji fəaliyyətinin qorunması, sistemləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. Bundan da Azi xəbərin bu həftəlik buraxılışı başa çatdı. Universitet həyatında baş verən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.